Salam əziz və dəyərli dostlar. Deməli bugün bir çox yorumlarda, ondan sonra bir çox informasiya yerlərində görürəm ki, enerji və aura ilə əlaqəli insanlarda fərqli və yanlış bir tendensiya yaranmağa başlayıb. Enerji və ondan sonra auranı yalnız şizofrenlər görə bilir, yalnız enerjini psixologiyası zəif olan insanlar görə bilir. Biz gördüyümüz və bildiyimiz qədərlə insan yer kürəsində enerji ilə yaşayır. Yəni heç kəs deyə bilməz, bunu inkar da edə bilməz ki, enerji və aura deyilən bir şey yoxdur. Çünki sən yoxdur deməklə zaten bunu heç vaxt yoxa çıxarda bilmərsən. Sən yoxdur deməklə nə enerjini, nə informasiyanı, nə auranı, nə çakraları, enerji mərkəzlərini yoxa çıxarda bilmərsən. Biz buna yoxdur deyərək və yaxud da ki, bunu qəbul etməyərək biz burada dünyada tendensiya yarada bilmərik. Dünyanın fərqli ölkələrində, dünyanın fərqli yerlərində, fərqli inkişaf etmiş ölkələrdə, hətta Amerika kimi bir yerdə bu enerjilərlə bağlı danışılan və informasiya olaraq bu enerjilərdən izahları verilir. Yəni heç kəs deyə bilməz ki, bu sahədə enerji yoxdur və yaxud da ki, hansısa bu şeylər yoxdur, sən yoxdur deməklə bu dünyanın bütün ölkələrində, hər hansı bir yerlərində heç nəyə qadağa qoya bilmirsən. Mən buradan səslənirəm bioenerji və eyni zamanda bioenerji ilə əlaqəli informasiya alan insanlara. Yaşadığınız hadisələri, yaşadığınız məlumatları, yaşadığınız informasiyaları, həyatınızdakı dəyişiklikləri, həyatınızdakı bütün o negativ və ya pozitiv yaşadığınız o bioenerjidən sonraki vəziyyətlərinizi bura yazmağınızı xahiş edirəm. Çünki burada biz birləşməsək, burada biz enerji təlimi alanlar, beynəlxalq dərəcəli enerji təlimi ustalarından aldığımız o enerjiləri birlikdə paylaşmasaq, daha sonra bu elm də dünyada hər hansısa bir şəkildə yanlış ifadələrlə itibata gedəcəkdir. Niyə görə? Çünki dünyanın hər bir yerində bu sahədə danışılanlar var. Amma bir birlik olaraq, bir sıx kənətlənmə olaraq heç kəs hələ ki bu sahədə fərdiləşmiş və bütün hər kəsin oxuya biləcəyi, hər kəsin biləcəyi, hər kəsin izah edəcəyi bir tendensiya yaratmır. Çünki bu sahədə də insanların bir çoxları baxırıq ki, sadəcə bu təlimi alır və yaxud da ki, sadəcə bu təlimlərlə kifayətlənir və daha sonra bu təlimlərdən sonra özləri də maddiyyat qazanmağa çalışırlar. Bu da dünyada yanlış bir qrafika ilə, yanlış bir informasiya ilə əvəzlənmiş olur. Mən 2025-ci ilin aprel ayının 11-i və 12-si bioenerji ustası Lalə Zarrafdan aldığım təlimdən sonra həyatım necə dəyişdi? Və o təlimdən sonra mənim həyatımdakı bəlli bir istiqamətdə irəli getdiyim, hansısa ki bu istiqamətdə bioenerji sahəsində fərqli şəkildə fərqli üstünlüklər qazanmağa başladım. Bu o deməkdir ki, mən artıq o enerjini almış oluram. Yəni biri var ki, hansısa bir ucuz adapter şarj alətini alırsan, telefonu zaryadkaya qoyursan, biraz da baxırsan ki, telefon yaxşı yığmadı, sonra məcbur gedirsən, bahalı bir şarj aləti alırsan və daha sonra telefonu daha yaxşı yığmağa başlayır. Elə düşünün ki, enerji də o şəkildə, yəni bioenerji o şəkildə bədəndə fəaliyyət göstərir. Çünki biz daha çox enerjilərlə, daha çox bu sahə ilə məşğul olduqca görürük ki, həqiqətən bizim özümüz çox güclü bir informasiya mənbəyiyik. Həqiqətən biz özümüz çox güclü bir bioenerji ilə bağlı, bioenerjinin bədənimizdəki hərəkəti ilə bağlı bilmədiyimiz tərəflərimiz çoxdur. Yəni heç vaxt deyirlər zaten ki, dünyada insan %100 özünü heç bir zaman bilə bilməz, nə də beyin %100 heç vaxt çalışmır. Lucy kinosuna baxsanız, orada xanımın %100 beynini idarə etdiyini və o idarədən sonra hətta telefonunu, internetini, planşetini, bütün elektrik stansiyalarını, hər bir şey hərəkət elətdirməyə başlayır. Yəni insan heç vaxt %100 beynini kullana bilməz. Nadir hallarda beynini %100 kullana bilər. Hansısa çox ciddi bir təhlükə və ya çox ciddi bir sevinç halında bunu yaşaya bilir. Biz bildiyimiz kimi beynimiz 3-5, maksimum 10%'ını kullana biliriksə bu zaman kəsiyində, amma biz enerjilərdən ibarətikdə beynimiz, bədənimiz, gözlərimiz, hər bir şey enerjidən ibarətdir. Yəni bu enerjiləri biz real olaraq demirik. Yəni real olaraq enerji var. Yox, real olaraq zaten belə bir şey deyim ki, reallığa əsaslandıran bir metaforanı izah etmirik. Zaten ruh da deyirik, insanın ruh var. Ruh real görürükmü? O ruhun bədəndən çıxmasını və yaxud da ki, ruhun bədəndə olmasını kim görüb? Kim isbat edib? Ancaq Amerikalı alimlər bir çox yerlərdə araşdırıb və təyin ediblər ki, ruh bədəndən dünyasını dəyişən insandan ruhu bədəndən çıxdıqdan sonra 21 qram
insanın çəkisi azalmağa başlayır və bu 21 qram onun təsvirincə ruh olduğunu qeydə alırlar. Amma heç bir zaman dünyada ruhun təsdiqi olaraq yoxdur, görülməyib və izah olunmuyub. Yalnız indi biz ruh deyirik, amma görmürük. Biz indi enerji deyirik. Yəni iminli direkt olaraq o enerjini görmək məcburiyyətində deyirik ki, zaten enerjinin var olduğunu bilirik. Yəni biz Nikola Tesla'dan da bilirik, Neil Bohr'dan da bilirik, Max Planck'dan da bilirik, Albert Einstein də bilirik. Bütün sahələrdə, bu sahələrdə fiziklərdən çoxlu sayda ifadələr və informasiyalardan biz bilirik ki, enerji deyilən bir qavram insan metaforasında kökündə var. Sadəcə insan onu düzgün şəkildə ifadə edib, düzgün şəkildə istiqamətləndirməyi bacarmır. Mən buradan səsləndiyim kimi bioenerjilərinə və bu sahədə fəaliyyət göstərib və bu sahədə hər hansısa bir şəkildə təlim alan insanlar, o təlimlərdə yaşadıkları hadisələri, o təlimlərdə yaşadıkları həyatlarında nə kimi dəyişikliklər oldu? Mən zaten ifadə elədim. Hansı cür bir dəyişikliklər yaşadım, hansı cür bir dəyişikliklər keçirdim və ondan sonraki istiqamətdə mən öz enerjimi tapmağa başladım tam şəkildə. Sizlər də onun kimi yorumlarda yazın, ifadələrinizi bildirin və əmin olun ki, bu günlər biz hamımız birləşib bu sahəni ayağa qaldırıb elm kimi təqdim edə bilməsək, zaman-zaman hamımızın həyatında bu sahə yavaş-yavaş çəkilib gedəcək. Çünki bu sahəni biz pul mənbəyi kimi deyil, bu sahəni dünyaya çatdırmağa çalışaraq həll edə bilərik. Necə ki, mən hər zaman dünyaya çatdırmağa çalışdığım mesajlar dünyanın fərqli istiqamətində kanallarda, TV-lərdə çıxış elədiyim anlarda həmişə nə deyirəm? 13 yaşımda keçirdiyim qəza. Niyə görə hər dəfə bunları səsləndirəm, dilə tökürəm? Hər dəfə yorulmadan dilə tökürəm. Bəlkə də bir çoxlarınız mənim çıxışlarımda artıq bilirsiniz ki, ilk çıxışım 13 yaşındakı keçirdiyim qəzadan danışacağım. Mən onu hər zaman ifadə etməyə başladım ki, mən bugünkü gündə qüsurlu halımdan insanlara örnək olub ayaqda durmağı, özünü ifadə etməyi, dünyaya nələrsə çatdırmağı və dünyada nələrsə əldə etmək üçün fəaliyyət göstərməyə çalışmasının ifadəsini izah edirəm ki, yəni ay insan, sən bugün sağlamsan, amma bir çox şeylərə addım atmaq istəmirsən. Amma mən xəstə halımdan, qüsurlu halımdan dünyada çox şeylər dəyişmişəm, özümün dünyamı yaratmışam. Sən məndən sağlamsansa, sən məndən daha çox şeylər yarada bilərsən, daha çox şeylər əldə edə bilərsən. Və bu sahələrə gələn insanların bir çoxlarının həyatında çox böyük bir sıxıntılar yaşanıb, çox böyük bir çətinliklər olub. Enerji sahəsi elə bir şeydir ki, insan enerjisi tükənəndən sonra enerjinin nə demək olduğunu başa düşür. Bu sahəyə əlbəttə ki, şizofrenik və yaxud da ki, əlbəttə ki, psixologiyası zəif olan insanlar olaraq niteləndirirlər ki, yəni bu sahələr sırf psixologiyası zəif olan insanları etkiləyir və o insanlar bu sahə ilə məşğul olur. Əslində heç də elə deyil. Bir zaman sizin də başınıza o enerjinin tükənmə anını gələndən sonra özünüz görəcəksiniz ki, əslində insan sırf enerji ilə çalışır. Çünki bizim gündəlik hərəkətimiz, fəaliyyətimiz, hər bir şeyi metaforik olaraq enerjidən ibarətdir. Əmin olun ki, buna bu enerjilər insanın həyatında çox böyük bir yerlərə sahibdir. Və mən yenidən bir daha səsləndirmək istəyirəm. Həyatınızda bioenerjidən sonra, həyatınızda çakraların, enerji mərkəzlərinin aktivliyindən sonra nələr yaşadınız? Həyatınızda nə kimi dəyişikliklər oldu? Hansı dəyişikliklərdən sonra həyatınızdakı bəlli bir istiqamətdə yenilənmələr yaşadınız? Bax, onları yazmağınızı xahiş edirəm. Çünki toplum olaraq birləşməyə bacarsaq ki, əgər bir 500 min nəfər aralığındakı bir insan bu sahədən puxtələşib və yetişib, bu sahənin təlimini aldıqdan sonra, bu sahədəki bəlli bir istiqamətdə dəyişiklik əldə etdikdən sonra 1000 nəfərin psixologiyası birdən xarab olmaz. Biz dünyaya əslində bu sahənin psixologiyanın xarab olması deyil, bu sahənin sırf inkişafı üçün əl-ələ verib bacarmalıyıq ki, sırf inkişaf etdirməliyik. Çünki bioenerji var. Sən yenə dediyim kimi bir şey yoxdur deməklə həyatın boyu onu heç vaxt yox olaraq nitelikdə bulundura bilmərsən. Bioenerji var və bu bioenerji bizim həyatımızda çox böyük şeyləri dəyişir və biz direkt olaraq mən heç bir zaman deməmişəm, nə mənim yanıma gəlin bioenerji ilə əlaqəli, nə numerologiya ilə əlaqəli, nə də fərqli təlimlərlə əlaqəli. Mən heç bir zaman deməmişəm ki, gəlin mənə müraciət edin. Heç mənim müraciətə də ehtiyacım yoxdur. Çünki mən özüm üçün, öz aləmimdə, öz dünyamda elmi şeylərlə maraqlanan, elmi kitablar yazan, 50-dən artıq elmi sahədə bu dəqiqənin içərisində fəlsəfi elmlər doktoru üzrə test çalışmalarını edən, dünya üzərində böyük bir qismi dəyişikliklər etməyə çalışan bir insanam. Yəni mən öz qüsurluluğumla heç vaxt qüsur olaraq baxmadım. Mən güclüyəm, mən hər şeyin öhdəsindən gələrəm. Lakin sizlərin və mənim ortaq bir nüansım odur ki, biz bu sahəni təbliğ edirik. Və bu sahəni təbliğ etdiyimiz üçün biz bir araya gəlməliyik. Ya bir araya gəlməliyik, bu sahəni tam olaraq dünyaya çatdırmaq üçün əlimizdən gələni edəcəyik, yaxud da ki,
bu sahəni necə deyərlər, sadəcə bir müddət pul mənbəyi kimi istifadə edəcəksiniz. Bir müddətdən sonra artıq o sizin həyatınızdan yavaş-yavaş sovrulub gedəcək. Bu sözlərimi ciddiyə alın və bunu dinləyən hər kəs mütləq şəkildə geri dönüş eləsin.